Diqqət, sizinlə işimiz var. İş qurmaq, mövcud biznesini böyütmək, karyerasında irəliləmək istəyənlər üçün Nərmin Aşurzadə ilə idarə etmənin əsasları başlayır. Salam, hər vaxtınız xeyir olsun. Bugün həftənin 4-cü günü olduğuna görə təbii ki, biz həm yüksəliş müsabiqəsi haqqında danışacağıq. Çünki bugünkü həmsöhbətim məhz 1-ci yüksəliş müsabiqəsinin qaliblərindən biridir. Leyla Xəlilova studiyamızdadır. Leyla xanımla birlikdə biz həm də təhsildə strateji planlaşdırma necə aparılır və bunun əhəmiyyəti nədən ibarətdir və ən əsası təhsildə planlama deyəndə nəyi planlayırlar, necə planlayırlar? Bununla bağlı suallarım var və hər birini soruşacağam. Müzakirəmizə qoşulmaq istəsəz, buyurun. Söhbətə sən də qoşul. Telefon nömrəsi 012 404 11 22. Leyla xanım, xoş gəlmisiniz. Necəsiz? Çox sağ olun. Siz necəsiz? Təşəkkür edirəm. Çox sağ olun. Birinci onunla başlamaq istəyirəm ki, yüksəliş müsabiqəsini artıq birincidən təxminən 4 il keçib. Bəli. Nə yadınızda qalıb bu 4 ildən? Ən çox hansı hissi unuda bilmirsiniz? Nərmin xanım, necə deyərlər, söz yerinə çəkər. Bugün 5-ci yüksəliş müsabiqəsinin növbəti mərhələsinin cavabları açıqlandı. Mən bütün bu mərhələni keçən növbəti yüksəliş müsabiqəsinin iştirakçılarına uğurlar arzu edirəm və elə onlara da mesaj olsun bu. Bu çox yadda qalan və çox maraqlı bir yoldur. Ən çox yadımda qalan əlbəttə ki, final mərhələsi və nəticələrin açıqlandığı vaxt idi. Bu bəlkə həm şans idi, həm də müəyyən mənada çətinlik idi ki, birinci yüksəliş müsabiqəsində bizi nə gözlədiyini bilmirdik və nəticələrin əlbəttə ki açıqlanması və bizim tam olaraq nə olduğunu anlamadan başladığımız bir yolda uğur qazanmağımız çox gözəl hisslər idi həqiqətən. Bu hisslər bax sizin həyatınız və təkcə bu hisslər yoxdur. Ümumiyyətlə yüksəliş müsabiqəsinə qatılmaq sizcə karyeranızda, həyatınızda nəsə dəyişdi? Əlbəttə dəyişdi. Ən əsası yüksəliş müsabiqəsi bizə nə qazandırdı? Məncə bir çox qaliblər bunu təsdiq edə bilərlər ki, bu bir şans idi özümüzü yenidən qiymətləndirməyə, güclü tərəflərimizi, zəif tərəflərimizi bir daha başa düşməyə. İkincisi, bu çox gözəl şəbəkələşmə idi. Biz xüsusən mentorluq proqramı çərçivəsində çoxlu yeni və çox önəmli insanlarla tanış olduq. Onlarla təcrübə mübadiləsi apardıq, fikir mübadiləsi apardıq. Bu peşəkar anlamda adama çox şey qatır. Üçüncüsü isə yüksəliş müsabiqəsi həm şəffaflığından dolayı, həm belə deyim, tərəfdaşların da burada rolu böyükdür. Bir nüfuz, bir ad yaranıb artıq və adının qarşısında yüksəliş müsabiqəsinin qalibi olması artıq çox qapılar açır insana. Karyeramda isə ondan sonra, bəli, bugün olduğum vəzifə yüksəliş müsabiqəsinin qalibi olduqdan sonra təyin olduğum vəzifədir. Bundan əvvəl də təhsil sektorundaydınız, yoxsa yüksəlişdən sonra təhsilə keçdiniz? Mən uzun müddət təhsil sektorundayam, artıq 12 ilə yaxındır müxtəlif formalarda. Yüksəliş müsabiqəsinə qatılarkən başqa bir vəzifədə idim. Qalib olandan sonra artıq bu vəzifəyə keçdim. Leyla xanım hal-hazırda Elm və Təhsil Nazirliyində strateji planlaşdırma və təhlil şöbəsinin müdürüdür. Biz bu haqqda danışacağıq ki, ümumiyyətlə təhsildə strateji planlama deyəndə biz nəyə başa düşməliyik, bu işlərin öhdəsindən necə gəlirlər, bununla bağlı danışacağıq. İndi səfərimizdə çox qısa reklam olacaq və bu müddət ərzində sizin də həm təhsil sektoru ilə bağlı, həm də yüksəlişlə bağlı nəsə sualınız yaransa, onda bizimlə əlaqə saxlaya bilərsiniz. Nərmin Aşurzadə ilə idarə etmənin əsasları davam edir. İş işdən keçməmiş dinləyin. Birinci yüksəliş müsabiqəsinin qaliblərindən biri olan Leyla Xəlilova bugün studiyamızdadır. Onunla birlikdə biz təhsil sektorunda strateji planlaşdırma nədir və necə aparılır, bu haqda danışırıq. Və onu soruşmaq istəyirəm ki, ilk olaraq ümumiyyətlə strateji planlama deyəndə biz nəyi təsəvvür etməliyik? Strateji planlama deyəndə klassik anlamda, yəni sahədən asılı olmayaraq analizlərə və təhlillərə əsaslanan uzun müddətli hədəfləri təyin etmək və o hədəflərə gedən yolda ölçülə bilən addımları müəyyənləşdirməkdir. Belə deyək, metafora ilə desək, bu kompasdır. Yəni bizim getdiyimiz yolda kompasdır. Hara getdiyimizi müəyyən edir və ora getməkdə hansı alətlərdən istifadə edəcəyimizi göstərir. Ümumiyyətlə, bütün sahələrdə strateji planlaşdırmaya klassik yanaşma ondan ibarətdir ki, birinci mərhələsi bunun təhlil və analizdir. Biz hardayıq, baza göstəricilərimiz nədir?
zəif cəhətlərimiz nədir, güclü cəhətlərimiz nədir və s. Növbəti mərhələdə isə biz məqsədimizin və dəyərlərimizin nə olduğunu müəyyən etməliyik. Yəni vizyonumuz nədir, missiyamız nədən ibarətdir və nəyə doğru getməyi planlayırıq. Növbəti mərhələdə isə həmin o getdiyimiz yerə doğru addımları müəyyənləşdirir. Bunlar daha çox ölçülə bilən hədəflər olmalıdır. Sayla müəyyən olunmalıdır. Nəticəsi gözlə görülə bilən hədəflər olmalıdır və yekunu isə əlbəttə ki, icradan sonraki mərhələ, bu da çox önəmlidir. Monitorinq və qiymətləndirmə. Bu sikl belə davam etməlidir. Növbəti mərhələdə yenidən qiymətləndirmənin nəticəsinin təhlili və növbəti mərhələnin strateji planlaşdırılması. Bu mərhələ dediyiniz neçə müddətdən bir nəzərdə tutulur? Bu müxtəlif ölkələrdə və müxtəlif sahələrdə dəyişə bilir. Təhsil sahəsindən danışsaq, bu 3-5 il nəzərdə tutur, yəni orta müddətli planlaşdırma. 10 illik müddətdə nəzərdə tutulur, amma bu daha çox böyük prioritetlərin müəyyənləşdirilməsi üçündür. Amma strateji planlaşdırma deyəndə biz bugün daha çox 3-5 illik müddəti nəzərdən keçiririk. Məsələn, indi siz strateji planlaşdırma və təhlil şöbəsinin rəhbəri kimi yaxın 5 ildə nə strategiya təhsillə bağlı məlumsa bunu bilirsiniz. Ondan o tərəf hələ dəqiqləşməyib. Belə deyək, bizim 2030-cu il milli prioritetlər sənədimiz var. Bu bir çox sahələr üzrə, eyni zamanda da təhsil sahəsi üzrə milli prioritetləri müəyyən edir. Onun insan kapitalı hissəsi daha çox təhsillə bağlı olan hissəsidir və orada belə deyək, bizim strategiyamızın əsas konturları müəyyənləşib. Amma bu ümumilikdə davamlı prosesdir. Yəni belə deyək, strategiya daş üzərinə yazılmış bir sənəd deyil. Bu hər il yenidən baxılır, hər il müəyyən addımlara dəyişikliklər edilə bilir. Çünki dünyamız o qədər dinamik və çevik inkişaf edir ki, buna reaksiyalar üçün bəzən müəyyən addımlar atılması lazım olur. Ona görə strategiya daimi nəzarətdə və monitorinqdə olan bir sənəddir. Amma əsas konturları əlbəttə ki, dövlət səviyyəsində bizə verilmiş sənədlərlə, öhdəliklərlə müəyyən olunur. Planlaşdırma zamanı daha çox hansı tərəflərin, məsələn, fikirləri nəzərə alınır? Bu şagirdlər, təhsildən danışırıq da indi. Şagirdlərmi, valideyn, müəllim, yoxsa dövlət qurumları ola bilər? Ümumiyyətlə biz elə bir dövrə gəlib çatmışıq ki və dövlət siyasətimiz də ondan ibarətdir ki, artıq strateji sənədlər yalnız dövlət məmurlarının hazırladığı bir sənədlər deyil. Bunun hazırlıq prosesində müxtəlif tərəflər iştirak edir və etməlidir. Belə ki, təhsil elə bir sahədir ki, bu hər insanın həyatına toxunur və ona görə müxtəlif tərəfdaşlarla əməkdaşlıq etmək çox önəmlidir burada. Müxtəlif dövlət qurumları ilə, beynəlxalq qurumlarla, eyni zamanda ictimaiyyətlə müzakirələr təşkil olunur. Bundan əlavə şagirdlərin nəticələri təhlil olunur, müəllimlərin nəticələri təhlil olunur. Məsələn, 4-cü, 6-cı siniflərin monitorinqi deyilən bir monitorinq var. Bəlkə də dinləyicilərimizin indi bir çoxunun övladı bir neçə gün əvvəl bu monitorinqə cəlb olunub. Bu yalnız şagirdləri yeni bir imtahana cəlb eləyək deyə yox. Bu ümumiyyətlə ölkədə 4-cü sinif və 6-cı sinif şagirdlərinin səviyyəsi nədir? Hansı məktəbdə vəziyyət necədir? Ümumiyyətlə bizim şagirdlərimizin o yaş həddində hansı bilik və bacarıqları var, bunlar təhlil olunur və ona uyğun qərarlar verilir. Və yaxud da bir çoxları bəlkə də eşidib beynəlxalq qiymətləndirmələr var. PISA kimi, PIRLS kimi və onun nəticələri beynəlxalq belə deyək, bütün ölkələrin 15 yaşlıların nəticələrini ölçür. Bu onların oxu bacarıqlarını, riyaziyyat bacarıqlarını və s. kimi bacarıqları ölçür ki, bunun da nəticələri yalnız o reytinqlərin formalaşdırılması üçün yox, bizim də növbəti mərhələdə təhlil edib ona uyğun qərarlar qəbul etməyimiz üçün bir rol oynayır. Yəni qısacası belə desək, əslində təhsilə aid olan bütün tərəfdaşlar, bütün şəxslər bu prosesdə birbaşa və ya dolayısı yolla iştirak edirlər. İndi 4-cü, 6-cı siniflərin üçün aparılan bu monitorinqin nəticələri sizə nə dedi? Hələ ki nəticələr təhlil olunmayıb, bu çox yenidir. Bu həftə sonu baş verib bu imtahanlar. Amma
Elə bu monitorinqlərin aparılması da müəyyən təhlillərdən irəli gəlmişdi. Baxın, daha əvvəl bizim təhsil sistemində 9-cu sinifə qədər bütün ölkəni əhatə edən bir ölçmə yox idi. Bu daha çox məktəblərin daxilində qalırdı. Ancaq 9-cu sinifdə artıq imtahan verəndə şagirdlər biz onların nəticələrini ölçə bilirdik. Ona görə də artıq bir neçə ildir o təhlillərin nəticəsində bir neçə ildir belə bir qərar verilib ki, 4-cü və 6-cı siniflərdə də bu yoxlama aparılsın. Çünki bu çox önəmli dövrdür. İbtidai sinifin bitib növbəti mərhələyə keçməsi. Ötən ilin nəticələri belə deyək, heç də üzücü deyildi doğrusu. Bu ilin nəticələri çox önəmlidir, çünki ötən illərlə də müqayisə olunacaq. Nəticələr bizim Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən təhlil olunacaq və mən də çox ümid edirəm ki, ötən illərə nisbətdə daha yaxşı nəticələrimiz olacaq. Vurğuladınız ki, burada təbii ki, məqsəd ümumiyyətlə monitorinqdə uşaqları imtahana cəlb etmək, onları bu stresi yaşatmaq deyil, amma biz nəticəni də bilməliyik. Razıyam sizinlə, amma siz də yəqin ki, belə fikirlər değişdirirsiniz ki, uşaqlar amma stres keçirdir və təkcə söhbət bu imtahandan getmir. Məsələn, bəzi valideynlər var ki, mənim ətrafımda fikir verim. Onlar tez-tez istəyirlər ki, uşaqlar sınaqlara getsin, tez-tez müəyyən imtahanlara cəlb olunsun. Yəni nəticəni görmək istəyir ki, görün bu uşaq nə bilir. Bunun aydındır ki, müsbət tərəfləri mən düşünürəm ki, daha çox hər birimizə aydındır, amma bununla yanaşı bax siz təhsil sahəsində olan bir insan kimi belə valideynlərə nə demək istəyirsiniz? Uşaqları nə qədər tez-tez imtahanlara cəlb etmək olar, yoxlamaq olar? Bu onlardan nə alır, həm də onlara nə qatır? Nəmin xanım, buna yəqin iki cürə cavab verməliyəm. Mən birincisi daha subyektiv fikirdir. Mən də valideynəm və həmin həftə sonu keçirilən 4-cü sinif monitorinqlərində mənim də övladım iştirak edib. Valideyn kimi düzü düşünürəm ki, bu mənim üçün çox önəmlidir. Nəticəsi də çox önəmlidir və mən həqiqətən də 4 ilin yekununda övladımın hansı bilik bacarıqlara yiyələndiyini bir şəkildə bilmək istəyirəm və bunun ölçülməsi mənim üçün çox önəmlidir. İndi isə Elm və Təhsil Nazirliyinin əməkdaşı kimi buna cavab verim və 10 ildir təhsil sahəsində olan biri kimi. Biz bugün strateji planlaşdırmadan danışırıq və mən istəmirəm belə bir fikir formalaşsın ki, təhsil yalnız Elm və Təhsil Nazirliyinin məşğul olduğu bir sahədir. Təhsil bütün cəmiyyətin üzvlərinin bir şəkildə iştirak etdiyi və əslində qatqısı olmalı olan bir sahədir. Bu üçbucağı biz birgə yaratmalıyıq. Bu şagird, valideyn və məktəbin də timsalında Elm və Təhsil Nazirliyi üçbucağıdır ki, bu üçbucağın arasındakı o münasibətlər korlananda, hardasa qopanda bu öz nəticəsini göstərir. Mən düşünürəm ki, bu tipli ölçmə və qiymətləndirmələr çox önəmlidir. Həm şagirdin fərdi olaraq nəyə yiyələndiyini başa düşmək və onun hansı istiqamətə yönəldiyini bilmək üçün, həm də ümumiyyətlə təhsil sisteminin təhlili üçün önəmlidir. Sadəcə biz orada valideyn olaraq, məktəb olaraq nəyi uşaqlara aşılamalıyıq? Baxın, bizim uşaqlığımızdan imtahan çox qorxulu, gərgin, nəticəsində cəza tədbirləri görülən bir şey kimi qiymətləndirilirdi. Və ona görə bizim təsəvvürümüzdə imtahan stresli bir şeydir. Amma məsələn, bu monitorinqin nəticəsində heç pis nəticə göstərən uşaqlara da heç bir cəza tətbiq olunmayacaq. Onlar əlbəttə təhsildən uzaqlaşmayacaq. Amma onlara hansı istiqamətdə daha çox dəstək ola bilərik, ona qərar verəcəyik. Ona görə bu anlayışı biraz daha yumşaltmaq lazımdır ki, imtahan daha çox ölçmə, qiymətləndirmə və ondan sonraki təlim prosesini yönləndirmək üçün bir prosesdir. Nəinki cəza tədbiri və stres səbəbi kimi. Bir də indi biz tez-tez eşidirik ki, indiki uşaqlar əvvəlki uşaqlar kimi deyil, çox fərqlidirlər. Bu həm müəllimlər belə vurğulayır, həm də valideynlər. Sizin müşahidələrinizə görə indiki şagirdlərin davranışları necə dəyişib və strateji planlaşdırma edərkən burada nələr nəzərə alınır, məhz davranışlarla bağlı? Ümumiyyətlə bu bütün dünyada yəqin ki, qlobal tendensiyadır, eyni zamanda da bizim ölkəmizdə. Əvvəllər həm şagirdlər daha çox oxuyub, öyrənmək, məlumatı almağa yönəlmişdilər. Həm də əslində təhsil sistemi də buna yönəlmişdi ki, məlumat ötürülür, şagird onu qəbul edir
və nə qədər bu aldığı məlumatı geri verə bilir. Amma indi bütün dünyada tendensiya dəyişib, o cümlədən də Azərbaycanda daha çox təhsil bacarıqların inkişaf etdirilməsinə, analiz qabiliyyətinə, oxuyub anlama bacarıqlarının inkişaf etdirilməsinə yönəlir və dövrün uşaqları da o uşaqlardır. Onlar sual verirlər, onlar tənqid edirlər, onlar sorğuluyurlar, analiz etməyi bacarırlar və təhsil bu bir şəkildə bir-birinə təsir edən prosesdir. Təhsil də buna uyğunlaşmalıdır. Uşaqlar da bu qlobal tendensiyaya uyğunlaşmalıdır. Yəni buna uyğun dərsliklər inkişaf etdirilməlidir, buna uyğun təlim materialları inkişaf elətdirilməlidir, müəllimlərin təlimi artırılmalıdır. Çünki artıq tədris prosesi məlumat almaq və geri vermək deyil, daha çox analiz, oxuyub anlama, kreativ düşüncə, gələcəyə yönəlik baxış, bir məsələ haqqında danışa bilmək, onunla bağlı hətta tənqidi düşüncə, sorğulamaq, tənqid edə bilmək daha çox buna yönəlir. Bütün dünyada belədir. Biz də çalışırıq ki, buna uyğun davam etdirək öz işlərimizi. İndiki şagirdlərin sevdiyi, nəsə öyrənmək istədiyi müəllim obrazını necə təsvir edirsiniz? Çox yaxşı sualdır. Ümumiyyətlə, müəllim obrazı, bu mənim yəqin ki, daha çox subyektiv fikrimdir. Müəllim təhsilin mərkəzində duran əsas amillərdən biridir. Yəni, yaxşı müəllim demək müəyyən mənada artıq yaxşı təhsil deməkdir. Burada başqa komponentlər də var, amma ən önəmlilərdən biri müəllimdir. Bu da əvvəlki tendensiyalardan fərqlənir. Əvvəllər müəllim çox ciddi, əlçatmaz bir obraz idi. İndi isə müəllim daha çox şagirdlə, daha çox kommunikasiyada olan, daha interaktiv dərs verən, daha çox öz üzərində də işləyən, öyrənməyə meyilli. Çünki tədris prosesi tək bir tərəfin öyrəndiyi proses deyil. Bu prosesdə müəllim həm öyrədir, həm də özü də müəyyən mənada öyrənir. Ona görə yəqin ki, mən bunu belə qiymətləndirərdim. Bu da əslində bizim islahat gündəliyimizdə və növbəti planlaşdırmamızda öz əksini tapmış bir istiqamətdir. Belə ki, yəqin ki, bir çox təhsillə maraqlanan insanlardan soruşsaq ki, son dövrlərin əsas islahatlarından biri nədir? Bu sertifikasiya prosesi olar yəqin ki. Sertifikasiya prosesi də cəmiyyətdə ilk olaraq belə qarşılanmışdı ki, müəllimləri imtahan edirik, amma sonradan bir çoxları məncə bu prosesin önəmini başa düşdü ki, bu daha çox müəllimlərin rifahının yüksəldilməsi, müəllimlərin belə deyək ki, inkişafı, ondan sonraki təlim prosesi və bu kimi hallara yönəlmişdi. Bu da dediyim kimi təhlildə çox önəmli məqamlardan biridir. Məsələn, dediyim kimi şagird nəticəyə ilə yanaşı, həm də müəllim nəticələri də təhlil olunur. Növbəti dövrdə təlimlərdə nələrə üstünlük verməliyik, müəllimlərlə bağlı hansı addımları atmalıyıq, onlara da belə deyək bir işıq tutur. Təhsil sahəsində olmağınız, yəni bu bilik və bacarıqlar sizə yüksəlişdə qalib gəlməyə necə kömək elədi? Mən bu suala bir mənalı şəkildə bəli cavabını verərdim. Mən təhsil sistemində müxtəlif istiqamətlərdə çalışmışam, amma sonda olaraq ümumiyyətlə təhsil sahəsində olmaq mənə nə qazandırıb? Bu daimi öyrənmək deməkdir. Çünki o qədər tez dəyişir ki, ümumiyyətlə dünyada proseslər o qədər tez dəyişir, trendlər o qədər tez dəyişir və bəzən trendlər belə yox, gözləmədiyimiz hadisələr baş verir. Məsələn, pandemiya bunu bizə çox yaxşı göstərdi ki, bir anın içində qərarları yeniləyib, yeni addımlar atmaq, çevik olmaq, dərhal qərar qəbul etmək və yaxud da bugün birdən-birə süni intellekt həyatımıza daxil olub və buna dərhal reaksiya verə bilmək üçün mütləq ki, daimi oxumaq, öyrənmək, yeniliklərə açıq olmaq və ən önəmlisi adaptasiya bacarığı verdi mənə. O baxımdan ki, bugün dünya idarə etməsinə baxanda 3 çox vacib
yumşaq bacarıq qeyd olunur ki, bu emosional zəkadır, bu uyğunlaşma qabiliyyətidir ən önəmlisi və bu dəyişikliklərin idarə olunmasıdır. Və təsadüfi deyil ki, yüksəlişdə də ölçülən bacarıqların, kompetensiyaların bir neçəsi bu sadaladıqlarım idi və mən arxayınlıqla deyə bilərəm ki, təhsil sistemində işləməyim bu xüsusiyyətlərimin inkişafına çox kömək edib. Bu qeyd etdikləriniz, yəni vurğulayırsınız ki, bütün dünyada belədir. Əsas tələblər bunlardan ibarətdir. Amma mən həmişə inanmışam ki, idarə etmə, fərqi yoxdur hansı sahə, özəl, dövlət və s. Bu cəmiyyətlərə görə fərqlənə bilər. Bir az məqamda olsa nəsə var ki, məhz o ölkəyə, o xalqa məxsus idarə etmə metodları, yanaşmaları olur. Sizcə bizim ölkədə yaxşı idarəçi olmaq üçün, yaxşı lider olmaq üçün bütün bunlarla yanaşı başqa nəyi həm də inkişaf etdirmək lazımdır? Çox yerində sualdır Nərmin xanım. Çünki biz məsələn öz işimizi görərkən beynəlxalq təcrübələrə çox başvururuq. Həm araşdırırıq, bəzi hallarda səfər edirik, yerli təhsil sistemlərini görürük. Məsələn, çoxlu suallar verilir. Məsələn, təhsillə bağlı müzakirələrin başında həmişə belə bir sual durur. Finlandiyadakı təhsil sistemi bizdə tətbiq eləmək olmazmı? Yaxşı sualdır. Və yaxud Sinqapur təhsil sistemini bizdə tətbiq eləmək olmazmı? Əslində uğurlu təhsil sistemi olan ölkələrin belə modelləri bir-birindən çox fərqlənir. Məsələn, Finlandiyada bu daha çox iştirakçılıqla bağlıdır. Müəllim, valideyn, şagird onların səsini eşitmək, onlar nə istəyir, onu bilmək və ona uyğun siyasət müəyyənləşdirmək və onlarda daha uzun müddətlidir. Bu 10 illik strategiyalardır. Estoniyada bizə tarixən daha yaxın olan Estoniyada məsələn çevik idarə etmə və rəqəmsallaşmadır əsas vizyon. Sinqapurda isə bu daha çox innovativ yanaşma, yeniliklərə uyğunlaşma və s. ilə müşahidə olunur. Çox doğru vurğuladınız ki, istər təhsil sahəsində, istər də digər bir sahədə idarəçi olmaq üçün millətin keyfiyyətini, ölkənin sosial durumunu, siyasi vəziyyətini və s. kimi vacib amilləri nəzərə almaq lazımdır. Və mən ona görə də inanıram ki, idarəçi ən çox millətin xüsusiyyətlərini bilən və ona da adaptasiya olan, ona uyğunlaşa bilən, o mühitdə böyümüş və öyrəşmiş insanların içindən çıxır uğurlu idarəçilər və zaman da və təcrübə də onu göstərir ki, bu uyğunlaşma çox önəmlidir. Belə deyək, bizim uzun müddətli hədəflərimiz olmaqla yanaşı, bəzən elə hadisələr baş verir ki, istər siyasi olaraq, istər sosial olaraq ona uyğunlaşma bütün dövlət qurumlarında olduğu kimi təhsil sahəsində də şərt olur. Misal üçün, son illərin ən uğurlu hadisələrindən biri Qarabağ Universitetinin yaradılması oldu. Amma ondan 3 il əvvəl biz planlaşdırma edərkən bəlkə də heç birimizin ağlından keçməzdi ki, bizim bir gün Xankəndidə universitet açmaq və bu qədər qısa müddətdə universitet açmaq kimi bir imkanımız olacaq və ona belə deyək, cavab verə biləcəyik. Amma hamımızın qürur duyduğu bu hadisələr baş verəndə biz də qurum olaraq o hadisəyə uyğunlaşdıq. Çox böyük fəxr hissi ilə o universiteti qurduq və doğrusu bunu mən yəqin ki, dəfələrlə qeyd olunub, mən də qeyd eləmək istəyərdim ki, Qarabağ Universitetinin bu qədər qısa müddətdə qurulub, bu qədər uğurla irəliləməsi həqiqətən çox fəxr hissi ilə səsləndirdiyimiz bir şeydir və bu da ona yaxşı misal ola bilər ki, dərhal uyğunlaşmaq, çevik reaksiya və nəticə əldə eləmək. Bunlar razıyam sizinlə çox vacibdir, amma bəzən uzun müddətli strateji plan deyəndə sanki bu qeyd etdiklərinizi qısa, çevik, tez, bunlar əks elə bil başa düşülür də. Ona görə hansı daha effektivdir sizcə? Uzun müddətli doğru düzgün planlama, dəqiq ya çevik taktiki yanaşmalar? Bunu belə bir analogiya ilə qiymətləndirərdim mən. Bir xəritə var, bir də müəyyən nöqtələrə getmək üçün navigator qoşuruq. Amma xəritə öz yerində qalır. Əsas konturlar öz yerində qalır. Yəqin ki, bizim xəritəmiz uzun müddətli strateji planımızdır. Əsas konturlarımız bəllidir, islahat gündəliyimiz aydındır. Amma bəzən A nöqtəsindən B nöqtəsinə getmək üçün çevik navigatorun köməyindən istifadə eləmək lazım olur. Dediyim kimi,
Bunlar heç biri daş üzərində yazılmış salnamələr olmadığına görə bəzən müəyyən hədəflərdə, müəyyən planlarda dəyişikliklər etmək və təhlilə uyğun olaraq addımlar atmaq lazımdır və bu əslində çox önəmlidir, çevik reaksiyalar vermək. Nə baş verəndə adam anlamalıdır ki, planı dəyişməyin vaxtıdır? Müxtəlif belə deyək, müxtəlif hadisələr baş verə bilər. Ya bizim gözləmədiyimiz pandemiya kimi hadisələr. Ona hazırlıqlı olmaq üçün əslində mən Nərmin xanım sizə deyim, bizim strateji planla yanaşı həm də risk və mitigasiya tədbirlərimiz hazırlanır planla paralel olaraq ki, bu hədəfə çatmaq üçün filan risklər ola bilərmi, gözlənilə bilirmi və o halda biz hansı addımları atmalıyıq? Sizdə plan B də olur həmişə? Plan B də mütləq olur. Çünki riski nəzərə almadan heç bir planı düzgün həyata keçirmək mümkün deyil. Bəzən əlbəttə gözləmədiyimiz risklər baş verir. Bu dediyim kimi pandemiya kimi hallardır. Bəzən isə illərlə toplanan təcrübələr göstərir ki, hansısa bir prosesdə gecikmə yaşanarsa nə baş verər? Böhran hallarında hansı addımları atmaq lazımdır? Kommunikasiyanı necə həyata keçirmək lazımdır? Bunlar da hamısı strateji planın bir hissəsi kimi öz əksini tapır. Və əslində artıq o yerə gəlib çıxmışıq ki, gözləmədiyimiz hadisələr ancaq hansısa siyasi vəziyyət və ya qeyd etdiyim kimi dəyişdiyində ola bilər və yaxud hansısa gözləmədiyimiz hallar baş versə ola bilər. Amma ümumilikdə demək olar ki, bütün istiqamətlər üzrə risk təhlilləri aparılır və analizlər edilir. Yəni ikinci planda həmişə hazır olur. Aydındır. Bizim verilişin prodüseri Səməd də yüksəliş müsabiqəsində artıq növbəti mərhələyə keçib. Onun simasında hər kəsi təbrik edirəm mən də və məndən bayaqdan soruşur ki, növbəti mərhələ idarə etmə imtahanıdır. Ona hazırlaşmaq üçün, oradan da uğurlu keçmək üçün nəyi bilmək lazımdır? Mən prodüserimizin timsalında bir daha hər kəsi təbrik eləyirəm. Kimlər ki, növbəti mərhələyə hazırlaşır, onlara uğurlar arzu eləyirəm. Doğrusu Nərmin xanım, əslində indi də vaxt az qalıb. Məsələn, bugünkü tarixdən təxminən deyəsən bir həftə sonra artıq növbəti mərhələdir. Yüksəliş müsabiqəsi digər bütün müsabiqələrdən nə ilə fərqlənir? Burada hazırlaşmağa çox vaxt qalmır və belə bir bank yoxdur ki, deyək ki, bu test bankından hazırlaşanda bütün suallara cavab versin. Ona görə həm də maraqlıdır ki, o bugünə qədər toplanmış bilik və bacarıqların ölçülməsi üçün çox gözəl bir fürsətdir. Növbəti mərhələdə idarə etmə bacarıqlarını, əlbəttə mənim imtahan verməyimdən artıq çox vaxt keçib, 4 il zaman keçib, amma daha çox situativ suallardan yola çıxaraq insanların ayrı-ayrı situasiyalarda bir idarəçi kimi necə qərar verməyi ilə bağlı suallar soruşulur. Burada da yəqin ki, dünya təcrübəsində bu necədir, ona baxa bilərlər. Layihə idarə etməsi ilə bağlı bəzi materiallara baxa bilərlər. Amma bir daha səslənim ki, bu heç biri mütləq hazırlıq üsulları deyil. Çünki indiyə qədər yüksəliş müsabiqəsinin heç bir ilinin sualları o birisi ili təkrarlamayıb. Hər ilə məxsus yeni spesifik suallar hazırlanır. Bu daha çox müxtəlif situasiyalarda fərdlərin proseslərə necə reaksiya verməsi ilə bağlı suallardır. Bir də düşünürəm ki, rol model adam özünə seçə bilərdi. Məsələn, idarə etməklə bağlı özümüzə kimi mentor